Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, mən sizi yeni il bayramı və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun. Əslində, yeni il keçirmək bu cür düzgün deyil şəriətlə. Kafirlərin bayramını qeyd eləmək müsəlman yaraşmaz. Gerək çəkinəsən. Düzdür, edən biz təkfir eləmirik. Böyük günah sahibidir. Amma gerək yavaş-yavaş çəkinək. Bu, bizə kommunistlərin, kafir hökumətinin qoyduğu mirasdır. Sizi ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun. Və həmçinin bu yeni ili nəsə qeyd eləmək lazımdır. Yiyib içmək vermək, yeni il gəldi, yeni il mübarək. Belə şeylər yoxdur. Yeni il qeyd edən bəzi müsəlmanlar deyir ki, bu bayramı qeyd etməkdə nə qəbahət var ki? Biz sevinib şənlənirik də. Elhamdülillah. Birinci yeni il nə qəbahət? Qəbahət budur ki, yeni il bizim bayram deyil. Nə milli, nə dinimiz. Bu, xristiyan dininə bağlı bir bayramdır, xristiyan dininə. Yeni mübarək olsun. Ne edirsən burada? Uşaqları əyləndirirsən? Ooo, bir də. Yeni mübarək olsun. Bayram mübarək olsun. Çok şaxta babalar var burada. Bu var, her yerde orada var. Bayram mübarək. Yeni yıl mübarək olsun. Çok sağ olun. Çok sağ olun. Sizinle Yeni yıl mübarək olsun. Özdə Şaxta baba da dəyişib. Qabaq Rus idi, İvan idi, indi John idi. Yəni İngiliz Şaxta babası. Bu da saqqallıdır. Düzdür, bunun saqqalı biraz balacadır. Deyəsən, biri o artıdan qırxır. O birisi uzun idi. Amma bu saqqalını evlərində qoyurlar, belə şəkillərini çəkirlər, şənlik eləyirlər. Bunlar hamısı, qardaşlar, bunlar hamısı savadsızlıqdır. Bizə dinimizə, həmçinin adətimizə ziddir.